Artan gərginlik xüsusilə də Cənubi Qafqaz üçün ciddi təhdidlər yaradır. Gərginliyin mümkün təsirlərini necə önləməli sualı isə indi daha aktualdır. Orta Şərqdə baş verən hadisələrin qlobal siyasətə təsiri artıq təkcə regionla məhdudlaşmır. Bu gərginliklər Cənubi Qafqaz kimi strateji əhəmiyyətə malik bölgələri də ciddi şəkildə təsirləndirə bilir. Məlumdur ki, bölgəmiz həm enerji, həm nəqliyyat yolları, həm də etnik dini müxtəlifliyi baxımından İranla sıx əlaqələrə malikdir. Belə bir vəziyyətdə İran və ABŞ münasibətlərinin kəskinləşməsi Cənubi Qafqazda həm təhlükəsizlik balansına, həm də regionun güc dinamikasına təsir edə bilər. Hərbi əməliyyatlar başlayarsa, bu Cənubi Qafqaz, Yaxın Şərq, ümumilikdə Böyük Ortadoğu coğrafiyasında gərginliyin daha da artmasına səbəb ola bilər. Demoqrafik və digər tərəfdən miqrasiya, köçkün böhranı kimi çox ağır, dağıdıcı fəsadlar regionda yarana bilər və bu xüsusda bütün məsələləri daha çox danışıqlar yolu ilə, praqmatizmlə həll etmək ən prioritet çıxış yolu hesab olunur. İranla ABŞ arasında münasibətlərdəki növbəti gərginlik region ölkələri üçün də bir imtahandır. Belə bir məqamda təmkinli və düşünülmüş diplomatik gediş təhlükəni soruşdura bilər deyə təhlilçilər qeyd edirlər. Bəturə Nəbiyeva, Space.